Deməli, mətbəxdən başladım. İçində mətbəx mebelinə qədər olan qaz peçi, aspiratoru qaydasında. Qoşa kubik, pəncərələr, raşotka, şəbəkə pəncərələr. Deməli, kombi xəttləri var. Deməli, 4 otaqdır. Qiymət neçə olsa yaxşıdır. Bax, bura giriş qapısıdır. Həyətinə maşın da girir. Sağda mətbəx göstərdiyim kimi. Masazır qəsəbəsində, Masazırda 6 nömrəli məktəbdən aşağıda. Aksesuarlar da hamısı qaydasındadır. Hamısı xərcdir bunların. 6 nömrəli məktəbdən aşağıda 569 nömrəli marşrutda 150 metr məsafədə. Qoşa kubikdir. 66 minə 4 otaq. 4 otaq 66 minə. Yalan deyil, reklam deyil. Bu qiymətə bugünkü gün 3 otaq tapmaq mümkün deyil. Sənədlər də qaydasında. Otaqlar deyim ki, yəni ölçüləri kiçikdir falan, 4 otaq eləyib. Yox, qəşəng otaqlar genişdir. Bax, qonaq otağı, bu deyirsiniz, nişan üzüyünə oxşayır. Qoşa kubikdir, hörmətli izləyicilər. Qazıdır, suyudur, işığıdır, qaydasındadır. Kanalizasiya, mərkəzi kanalizasiya sistemidir. Bu evi elə təqdim elədim, elə bir şehir deyirəm. Kombi xəttləri falan hamısı qaydasında. Deməli, qiymət 66 min, sənət evin də torpağında kupçası var, paket kupçadır. Zəng eləyin, bu qiymətə 3 otaq tapa bilməzsiniz. Yəni, birazdan lap elə olacaq. Bax, elektrik işinə bax. 1, 2, 3, 4, 5, 6, 7, 8 də avtomat qoyub. 8 də avtomat 2 mərtəbə evdə olur, obyekti olur. Deməli, 6 daş kürsüdədir. Orada kombin, nə bilim, nəyi deyirlər, bu trapıdır. Mərkəzi kanalizasiya sistemi, üstü paket krişadır, dəmirdir. Kəməri fundamenti də var. Bu da sayğacları, belə. Sağ olun, salamat olun. Bir şey genişlə məhləsi.